Aşağıdan. Yolumuz, görün bax özünüz görürsünüz nə gündədir. Zıq kəndi gedir əldən. Yolun qırağında hamısını təzədən gəldilər, abad edildilər ki, nə var oradan keçənlər görsün ki, Zıq kəndi abaddır. Paytaxtın Suraxanı rayonu Zıq qəsəbəsi Mirzə Əkbər Sabir küçəsində. Burada yaşayan sakinlər deyir ki, yolsuzluqdan əziyyət çəkirik. Əslində yolun vəziyyəti də göz qabağındadır. Sakinlərin dediyinə görə bu yolda yayın tozunda, torpağında, qışın da palçığında gedib gəlmək çox çətindir. İşə gedən var, məktəbə gedib gələn var və bu yolla bir çətinliklə olsa da gedib gəlirlər. Bu yola da yol demək olarsa. Vətəndaşlara bildirirlər ki, təmir, bərpa işləri zamanı qəsəbənin yola yaxın hissələri düzəldilib, bərpa edilib. Amma daxili küçələrə baxan olmayıb. 65 yaşım var. Başım, yaşım görəndən bu yolu, bu 36 şakin biz özümüz həmişə düzəlmişik. Bu qəsəbənin icra nümayəndəsi bələdiyyəsi də var hər halda və onlar nə deyirlər? Yuxarı qurumlara, yuxarı aidiyyatı qurumlara çatdırırlar mı problemi yoxsa? Nə qədərlərlə şikayət etmişik. İcra hakimiyyətə gəlir, iclaslara gedirik, dərdimizi deyirik, gəlirlər, baxırlar, gedirlər. Yerlərə asfalt vuruldu, bu 160-200 metrəni vurmadılar. Uşaqlar məktəbə gedir, bağçaya gedir, qız gəlin, cəmaət işə gedir. Buradan özünüz görürsünüz, dispanserə qədər, dayanıcığa qədər bir 300 metrə var. Cəmaət palçığa bata-bata gedir. Hələ bu küçələrin yaxşı və qışda siz bura gəlsəz, bura qalxanmazsınız. Biraz güclü yağıntı olanda yuyur aparır. Yəni biz dəfələrlə özümüz, sakinlər yığışmışıq, asfalt qırıntısı, nə. Yəni əlimizdən gələn gücümüz çatacaq qədər sərmayədə qoymuşuq, düzəltmişik. Amma biraz güclü yağıntı olan kimi yenə də eyni vəziyyətə düşür. Salam, mən hər vaxtınız xeyir olsun. Bakı TV-dən gəlmişik, Mürvət Sabir. Mirzə Əkbər Sabir küçəsinin sakinləri bizi çağırıblar. Deyirlər ki, yolumuz yoxdur, pis gündədir. İcraya deyirik, bələdiyyə deyirik, bir tədbir görmürlər. Bilirsiniz də icra nümayəndəsi yol çəkmir. Çəkmir, ən azından məlumatda olur da. Tək o küçə yox, bir neçə küçələrimiz var ki, yana görə də yaxşı vəziyyətdə deyil. Yəni bu Mirzə Əkbər Sabir küçəsi varmı siyahıda, planda varmı? Nə deyirlər? Mirzə Əkbər Sabir küçəsi bizdə var. Bəs o bizə məlumatı verə bilərsiniz, kim verə bilər ki? O yolda var, planda, düzələcək. Ən azından sakinlərə bir ümid verək də. İcra hakimiyyətində belə bir siyahı yoxdur, falan yol nə vaxt düzələcək? Belə bir siyahı yoxdur yoxsa? Ancaq siyahı şəklində verilir, icra hakimiyyətinə o küçədə verilirmi? Hamısı. Məsələ ilə bağlı gəldi Zıq qəsəbə icra nümayəndəliyinə. İcra nümayəndəsi Rəhman Hüseynov ad soyadlı şəxs bununla bağlı danışmaq istəmədi və ərazini tərk etdi. Amma gedərkən bircə onu dedi ki, düzələcək. Nə vaxt düzələcək demədi.